Bugün elədiyim misallar səhifə 99-da olan misallardır. 99-cu səhifədə olan misallardır. Onlardan mən sənə kömək eləyəcəyəm. Bax, görək 99-da misal 12-yə. Misal 12-də boş xanaları doldurun. Belə bunları boş xanaları nə yazmaqdırsa onları yazırıq. Üstə gəldi. Onluq kəsirlərin toplanması. 2-nin üstə neçə gəlsək 1 eləyər. Burada artıq 2-nin üstə biz çıx deyil. Çıx olsaydı bura 1 yazardıq. 2-dən 1 çıxsaq 1 olardı. Çıx deyil, üstə gəldi. Onda bura mən 9 yazıram. 9 gəlsəm 2-nin üstə 11 olar. Bura 9 düşəcək. 11, 1 gəldi bura. Bu dəfə bu oldu 11. 10 idi. Bunları toplayanda 10 verirdi. 1 də gəldi, oldu 11. 10 idisə onda bu 7 olacaq. 7'nin üstə 3, 10. O da 1, 11. Yenə 1 gəldi bura. Yenə bunlar ikisi 10 olmalıdır. Verdiyimiz 1 ilə 11. Bu dəfə bu 7 olacaq. Daha yadımızda heç nə yoxdur. 5'in üstə 11 olacaq bu. Deməli 5'in üstə 7. Yoksa düz 3'tü bu, 5 değil. 3 üstə 7, 10. O da 1, 11. 1 yadda. 5'in üstə 5, 10. Və 1'i hara yazaq? Onda burada 4 olacaq. 4 üstə 5, 9. O da yadımızdaki 1, 10. İndi ikinci misala baxırıq. İkinci misal da yenə toplamadır. Burada 4 olmalıdır ki 4 üstə 7, 11. Burada 4 yazacağım. Uşaqlar. 4. 11 1 yadda. Deməli, axı bu 12'ni göstərir. Onda 1'i biz verdik. 11 olmalıdır. 8 ilə 3. 11, 1 də buradan gəldi. 12. Yenə 1 yadda. 9 olub bura. Üstünə 1 gəlmişik 10 olub. 0'ı yazıblar. 9'dursa onda bu 0'dır. 0 üstə 9. 9. Üstünə 1 də gəlmişik 10. Yine 1 yadda. 3'ün üstə 2. 5. O da 1, 6. Çıxmaya baxırıq bu dəfə. 1'dən neçə çıxsaq 3 olar. Onda 1 deyil. Bu 11'dir. 11'dən 8 çıxsam 3 olar. Onda burada neçə qaldı ki 6 çıxmışam. 9. Onda əvvəl bura 0 olub uşaqlar. 0 olub. 2'dən 1 verilib buna olub 10. Ondan da bir dənə verib buna olub 11. Bu qalıb 9. 9'dan 6 3. Bu 1'dir. 1'dən neçə çıxsaq 3 olar. Bundan 1 götürüb olur 11. 11'dən 8 çıxsaq 3 olar. Bunun birini götürdük. 4 olub. 4'dən 1 çıxsaq 3. Onda birini götürmüşüksə 5'dir. 5'dən birini götürüb bu tərəfə veririk. Onluq hissəyə veririk. Qalır 4. 4'dən də 1, 3. Bu hissəni axırıncı misalı hesaba eləyək. Hesablayaq. Səhifə. Misal 12'də. 3'dür bu. 4'dən 1 verirəm 13. 13'dən 5, 8. Burada qaldı 3. 3'dən neçə çıxaq 9 olsun. Onda 3. Buradan 1 götürüb veririk buna. Hələ bilmirik burada neçədir. 1 götürüb veririk buna. Bu olur 13. 13'dən 4 çıxarıq. 9 olar. Bəs burada onda qalacaq. Burada 1 olub. Uşaqlar 1 olub bu. 1 olub ki yazıram 1. 1'i də vermişik bura qalıb 0. Burada 0 qalıb. 7'dən 1 veririk bu 0 qalan 0'a olur 10. 10'dan 3 7. Burada qaldı 6. 6'dan 2 4. Bu belə misallar təkrar misallarda Namazovun kitabında belə misallar çoxdur. Eləyin təkrar bunları özünüz də tərtib eləyə bilərsiniz belə misallar. Eləyin. Deməli sonra da yerinə yetirin. Misal 13. Burada nə deyir? Deyir C
buna bərabərdir. 3 tam onda 4 çıxılsın 1 tam %56. Cavabını mən yazmışam. Cavab verilməyib. C bunların fərqinə bərabərdir. Sonra bu fərqin qiymətini tapıb burada C-nin yerinə qoymalıyıq. İfadədir bu. İfadənin C-nin yerinə biz bu misalı təkrar yazmayaq, elə qiymətini yazaq. Onda bərabərdir, nə olacaq? Bərabərdir, burada sonra cavabı yazacağam. C-ni yerinə yazıram. 1 tam %58 üstə gəl 0 tam %16. 16. 14 bir yadda, 7 yadımızda heç nə yoxdur, vergülü qoyuram. 1 tam %74. Cavab olacaq 1 tam %74. İkinciyə baxıram. Uşaqlar C 3 dənədir. Yenə də burada C əvvəldə tapmışam 1 tam %58'dir. C-ni yerinə yazıram 1 tam %58 üstə gəl 1 tam %56. Burada 1 tam %16 gəlmişdi üstə. Burada isə 1 tam %56. Biraz cavab böyük çıxacaq. 14 bir yadda. 5 ilə 5 10, o da bir 11 bir yadda. Tamları da toplasaq 3 tam. 2 tam, o da yadımızdakı bir 3 tam. 3 tam %14. C yenə də yuxarıdakini götürürəm C-nin qiymətini. Bax, buradakı tapmışdım C-nin qiymətini. 1 tam %58. C-nin yerinə 1 tam %58 götürəcəyəm. 1 tam %58 çıxılsın 1 tam %84. Görək çıxmaq olacaqmı bundan? 1 tam %58'dən 1 tam %84 çıxmaq olurmu? Olmur axı. 8'dən 4 4. Yox, belə olmur. Yəqin ki bu misalda hardasa səhv var. Bəlkə də mən səhv yazmışam. Siz bunu tapın, özünüz düzəldin. Ya bir də səhv kitaba baxın görün, bəlkə mən kitabda səhv yazmışam. 1 tam %58. Sonra 99'da C'ninci 13. misalda. 3. C bərabərdir. C üstə gəl. C çıx 1 tam %84. Belədir. Səhv yazmamışam uşaqlar. 1 tam %84. Bunu hesablayanda da mən düzgün hesablamışam. 3 tam %, bu da düzgündür cavab. Bu misalın özündə səhvlik var. Bura bir sual işarəsi qoyuram. Yazmaya da bilərsiniz. İndi bura baxırıq. M bərabərdir. Bu şərt kitabda verilib ki, M buna bərabərdir. Bunları da toplamışam. 6 almışam cavabını. Bunun cəmini. M-dən 5 tam %95'e çıxmalıyım. Yəni 6 tamdan çıxmalıyam 5 tam %95'i. Burada 0 nəzərdə tutaq ki, burada 0 var. Bax, bu 6'nın yanında sıfırlar var. 6 tam 0 0'dır. 0'dan çıxmaq olmur. 6'dan 1 veririk. Bu olur 10. Ondan da 1 götürüb veririk. Bu olur 10, bu olur 9. 10'dan 5 5. 9'dan 9 0. Burada qaldı 5. 5'ten de 5 0. 0 tam %5. Yazıram bura 0 tam %5. M 6'dır. 6 çıxılsın. 6 üstə gəldi burada. 6 üstə gəl. 0 tam %61. Ben kitaba baxdım ki, bəlkə burada üstə gəldi. Mən səhv yazmışam. Gördüm ki, yox, bu elə çıxdı. İkisi üstə gəldi, bax bunlar. Bu çıxdı. Bu da 5 tam onda 8'dən 8 tam onda 4'ü çıxmaq olmur. 5 tam onda 8'dir. 1 tam %58'dən. Hə, burada 1 tam %58'dən 1 tam 84'ü çıxmaq olmur. Sual işarəsi qoymuşam ki, düzgün deyil. Üstünə gələndə bunun sıfırları burada nəzərdə tuturuq. 1, 6, 6. 6 tam %61. Burada isə çıxırıq. 6 tamdan 3 tam neçə çıxıram? Çıxmaq olacaq. 6 tam çıxılsın. 3 tam
783 mində. Mində 783. Burada yenə də fikrinizdə tutun ki, uşaqlar çıxmada. Bunlar sıfırdır. 6'dan bir dənə veririk buna. Bu olur 10. 10 bir dənə verir buna. Olur 9. Bu da bir dənə verir. Olur 9. Deməli ki, bu 2 dənə içərisinə nöqtə qoyduqlarım 9'dur. Bu 10'dur. 10'dan 3 7. 9'dan 8 1. 9'dan 7 2. Bu 1 vermişti 5. 5'ten 3 2. 2 tam 271. Misal 13 idi. 99-cu səhifədə bu. Misal 14. Tənliqlərdir. Toplananlardan biri məchuldur. Cəmdən o biri toplananı çıxmaq lazım. Mən niyə karandaşına yazmışam? Görüm məsafə nə qədər buraxmalıyam bu arada. Onun üçün karandaşına yazmışam. Heç özüm də oxuya bilmirəm ki, nə yazmışam. Deməli, cəmdən bunu çıxmalıyam. X buna bərabərdir. X bərabərdir. 2,1 çıxılsın 0,75. Çıxaq 2,1 çıx 0,75. Yenə də burada bir sıfır olduğunu nəzərdə tuturam. Bu 1'i verirəm buna. Olur 10, 10'dan 5, 5. 0 kaldı. 2'den de 1 veririm. Bu olur 10'dan 7, 3. 1'den de 0, 1. 1 tam %35. X bərabərdir. 1 tam %35'e. Tənlik belə olacaq. 1 tam %35. Bəzi uşaqlar bu hissəni siz qaralamada da eləyə bilərsiniz. Belə də eləyə bilərsiniz. Səhv sayılmır. Yəni bu X'i belə tapırıq. Bu göstərir. Yoludur bunun. Sonra alt-alta hesablayırıq. X çıxılsın, Y çıxılsın 1,67. Bu digər misaldır. Bunu buradan xətt çəkirəm, qarışmasın. Qırmızını. Deməli, bunda nə edirəm? Y çıxılsın 1,67. Y çıxma əməlidir. Çıxmalı tənlikdir. Məchul başda olanda toplanılır. Y bərabərdir. 2,34. Üstə gəl 1,67. Alt-alta toplayıram burada. 2,34. Üstə gəl 1,67. Bərabərdir. 4 ilə 7 11 eləyər. 1 yadda. 3, 6, 9. O da bir 10. 1 yadda. 3. O da yadımızdaki 1, 4. 4 tam 10'da 1. Cavabı X bərabərdir. Y bərabərdir. 4 tam %1. Onda 1 yox, %1. İndi bura baxıram. Məchul çıxma əməlidir. Məchul ortadadır. Birinci dəfə deməli ki, bunun sağ tərəfini hesablamaq lazımdır. Sağ 5'dən çıxıram 1,9'u. 5 çıxılsın 1,9. Buranı 0 qəbul eləsəm 50 yox, 5 tam. Burada da 0 yazdım, amma vergül ayırmadım. Haradaydı o? Aha. Nəsə, onu mən itirdim. Aha, deməli belə. Burada vergül var. 5 tam. 10'dan 9, 1. 4'ten 1, 3. 3 tam 10'da 1. Yeni bir tənlik aldıq. 2 tam %3. 2 tam %3. Üstə gəl A bərabərdir 3,1'e. Yenə toplananların biri məchuldur. 3,1'dən cəmdən verilən toplananı çıxıram. A bərabərdir 3,1 çıxılsın 2 tam %3. 3,1'dən 2 tam %3'ü aşağıda çıxıram. 3,1 çıx 2 tam %3. 0,3. Sıfırdı burada. 1'i verdik buna oldu 10. 10'dan 3 7. 0'dan 0 çıxsam 0. 3'ten de 2 çıxsam 1. 1 tam %7. A bərabərdir 1 tam 0,7.
Belə xətt də çəkirəm burada. Yəni bu da ikinci tənlik. Üçüncü tənlik, bu dördüncü tənlikdir. Yenə məchul ortadadır. Amma məchul bu hissəni hesablamamışdan əvvəl bu tərəfi tapaq. 1,2, 0,38. Bunu hesablayaq. Bu tərəfə yuvarlaq bir ədəd. Yuvarlaq deyəndə fərq, bunların ikisinin fərqini yazmalıyıq. 1,2 çıx 0,38. Buna 0 yazsam 10'dan 8 2. Burada qaldı 1. 11'dən 3 çıxsam 8 qalır. Burada 1 idi, verdik irəli. 2'ye 1 vermişdik, 1 qalmışdı. 11 elədik 1'i. Ona görə bu 1 yoxdur. 0'dan 0, 0. Onda yeni bir tənligimizin forması dəyişdi, oldu. 2 çıxılsın B bərabərdir. 1,2 çıx, bu yox. Bunların cavabı 0,82. Məchul ortadadır. Çıxmalı tənlik öz əməli olacaq. 2'dən bunu çıxırıq. B-ni tapmaq üçün. 2 tam çıxılsın 0,82. Bax, burada 2 dənə ədəd, 2 rəqəm var. İkisinə çıxmalıyam buradan. Ona görə mən buraya 2 0 yazıram. Karandaşla yazacağım. Karandaşla yazıram. İndi isə çıxıram. 2'dən 1 verirəm. Bu olur 10. 10 da 1 verir. Özü olur 9, 10. 10'dan 2, 8. 9'dan 8, 1. 1'dən də 0, 1. 1 tam %18 B'nin qiymətidir. B bərabərdir. 1 tam %18. 15. Ne edirik burada? Riyazi imla. Deyir, 2 tam %48'dən hansı ədədi çıxsaq 1,7 olar? 2 tam %48'dən hansı ədədi çıxaq bilmirik. Tənlikdir də, elə bil ki, x çıxsaq bu olmalıdır. Onda bu bərabərdir. Bundan bunu çıxıb bunu tapırıq. Çıxma tənlikdir, çıxmalı tənlikdir. Təsəvvür edin ki, bunu bir x-dır. X yazıram yerinə. Tənlik oldu. Çıxmalı tənlikdə məchul ortada olanda çıxma əməli ilə tapılır. 2 tam %48 çıxılsın 1,7. 8. 14'dən 7, 7. 1'dən də 1, 0. 0,78. Bu kvadrat nəyə bərabərdir? Kvadrat bərabərdir 1,78'ə. Deməli, soruşur ki, 2,48'dən hansı ədədi çıxsaq 1,7 olar? 0,78'i. Mən niyə burada 1,78 yazmışam? Bu səhvdir. 0,78. 3,4'ün üzərinə hansı ədədi gəlsək 4,5 eləyər. Burada fərz elə ki, bir y-dir. Hansı ədədi deyəndə o y-dir, x-dir, məchul bir ədəddir. Onda nə edirik? Toplananlardan biri məchuldursa, cəmdən verilən toplananı çıxırıq. 4,5 çıx, 3,4. 1, 1. Yəni, bu neçəyə bərabərdir? Bu kvadrat bərabərdir 1,1'ə. 16. 25, 16 tam %25 metr məftildən 7,8 metr kəsdilər. Yəni, çıxdılar da, onu çıxartdılar, kəsib çıxartdılar. Hansı hissə uzundur? Kəsilən, yəni 7,8, yoxsa qalan hissə? Baxaq, 16 tam %25 metr məftildən kəsdilər, yəni çıxdılar, kəsib çıxartdılar, belə də deyə bilərik. Ona görə çıx yazıram. 7 tam 10,8. Onda birlər alt-alta düşməlidir. 5. 12'dən 8, 4. 5 qaldı. 15'dən 7, 8. 8 tam %5 qaldı. %45. Hansı böyükdür? 7 tam 10,8 kəsilən hissədir. Bax, burada yazılıb. Yoxsa qalan 8 tam %45
Qalan hissə böyükdür. Çünki bunun tamı 8 tam, bunun tamı 7 tam. Cavab yazırıq ki, qalan hissə böyükdür. Qalan hissə böyükdür. Böyükdür. Siz də belə yazırsınız. Keçirik 17-ci. Biri burada nə deyilir? Deməli, buterbrod, yəni çörəyin arasına kalbasamı və yaxud da kotletmi nəsə qoyub buterbrod formasında hazırlayırlar ki, uşaqlar əllərində tutub yemək üçün. Bu da bir yeməkdir. 1 manat 90 qəpikdir. Və yaxud da 1,9 manat. Şirə 1,75 manatdır. Konfet də 1,45 manat. Bunları götürdü bir nəfər. Fərz elə ki, götürüb kassaya ödəniş eləyir. 10 manat verib kassirə 10 manat verdi. Kassir 10 manatdan neçə manat qaytaracaq? Əvvəl toplayaq görək bunları aldıqları nə qədər eləyir. Sonra 10 manatdan bunu cəmini çıxaq. Yəni 1,90, 1,9, 90 yazaq elə. 1,75, 1,45 konfetin pulu. Toplayaq. 0, 1 yadda. Bu da eləyəcək 9 ilə 7, 16, 20, 21, 2 yadda. 3, o da 2, 5. 5 manat 10 qəpik. Aldıqları bunların qiyməti bir yerdə oldu. 5 manat 10 qəpik. 10 manatdan çıxaq bunu. 10 manatdan çıxırıq. 5 manat 10 qəpiyə. Bura bir vergül qoyuram ki, karandaşına qoyuram. Bura əlavə sıfırlar yazıram. Bunlardan çıxmaq çətin olar deyə sizə. 0 çıxsaq 0. 10-dan 1 çıxsaq 9. Bu da qaldı 9. 9-dan 5 4. Nə qədər qaytarar? Cavab 2 nöqtə. Buradan da vergül ayıraq. 4,9 manat. Buna baxırıq uşaqlar. Burada yarış gedib, təsəvvür edin ki, yarışda 3 təkanla 3 şagird uzununa tullanıb. Uzununa tullanmaqla yarışıblar 3 dəfə. Yəqin ki, siz artıq 5-ci sinifsiz, bilirsiniz 3 təkanla tullanmaq nədir? Bir dəfə tullanır, dayanmır. Qoyma belə aradan göstərin. Bir dəfə tullanır, dayanmır, bir də tullanır, bir də. Dayanmadan 3 dəfə tullanır. Buna 3 təkanla tullanma deyilir. Səbinə tullanıb, böyle birinci təkanda, bunu mən qaralamada eləyəcəm. Birinci təkanda 3,17, sonra 2,85, sonra 2,48. Birinci dəfə möhkəm tullanıb, sonra biraz azalıb, sonra yenə azalıb. Görək 3 təkanı birlikdə nə qədər tullanıb cəmi? 3,17, üstə gəl 2,85, üstə gəl bir də 2,48. 2,48. Toplasaq eləyər 7 ilə 5, 12, bu da 8, 20. 2 yadda. 4 ilə 8, 12, 13, bu da 2, 15, 1 yadda. 7, 3, bu da 4, 7, o da yadımızdaki 1, 8. Səbinə tullanıb 8 metr 50 santimetr. Bax, buraya yazıram cəmi. 8 tam, onda 5 və yaxud da 50 metr. Metr yazıram, nə almışam onu yazıram. Aynur nə qədər tullanıb, Aynur üçün hesablayıram. 3 tam
%58 üste gel 2 tam onda 4. İkinci defa bu da azalıb. Sonra ise artıb bir. Yok, bu da azalıb. %6'dır. 2 tam %6. Təkanlar azalıb elə bil. 8 ilə 6 14 bir yadda. 5 ilə 4 9 o da bir 10 bir yadda. 3 bu da 4 7 o da bir 8. 8 tam %4. 8 tam %4. Bunu da mən hesablayıb əvvəldən yazmışam. 8 tam %27. Üstdən gedim, qırmızı yaxşı görünmür. 8 tam 27. Soruşur ki, kim qalibdir? Ən çox hansı tullanıb? Səbinə. Deməli ki, bunda onda birləri, tamlar 3'ü də 8'dir. Onda birlərə baxanda bunda 5'dir. Bunda 0, bunda 2'dir onda 1. Ən uzunluğa çox tullanan 3 təkanla Səbinə olub. Qalib kimdir? Burada altdan mən yazıram. Siz də yaza bilərsiniz bunu yazandan sonra ki, qalib Səbinədir. Yaxud da Səbinə qalibdir. Səbinə qalibdir. Yəni birinci yeri Səbinə tutur. Bu cavab idi, məsələ idi bu da həm də. Cavab. Məsələmizin cavabı. Cavab Səbinə qalibdir. İndi baxaq görək ardı varmı? 18, 19. Bəli, iki dənə də məsələmiz burada var. 4 kisə kartof var. Birinci kisədə var 6,2. Bunda isə var 1,7 bundan çox. 6,2 üstə gəl 1,7 çoxdur. 1,7. Toplasaq nə qədər olar? Elə şifahi toplasaq. Tamları toplasaq 7 tam. Onda birləri də toplasaq 7 tam onda 9. Bu isə olacaq 7 tam onda 9'dan hər ikisədə deyir 1,7 artıqdır əvvəlkindən. 7 tam onda 9 üstə gəl 1,7. Bunu alt-alta toplayayım sizin üçün. Cavabını yazın. Mən şifahi toplayaram amma bunu siz şifahi toplamağa cəhd eləməyin. 7 tam onda 9 üstə gəl 1 tam onda 7. 16 bir yadda 8 o da 1 9. 9 tam onda 6. Bunun cevabını kırmızına yazın, bura karışmasın. 9 tam onda 6. Sonra indi bunu tapaq. Aslında burada boş yer koymuştum. Neyse burada tapdım. 9 tam onda 6'nın üzerine gelirim. Bu da 1 tam onda 7 çoxdur. 1 tam onda 7. Bunu da toplasaq eləyər. 9 tam onda 6. Üstə gəl 1 tam onda 7. 13 bir yadda 11. 11 tam onda 3. Bu da eləyəcək 11 tam onda 3. Uşaqlar mən burada yazdım. Burada da yazmaq olardı amma. Misalları 3 dənə misaldır. Tekrar burada yazıram, siz de yazarsınız. Bu birinci kisə get-gedə artır. Mesela 6 tam onda 2 idi, burada 11 tam onda 3. Ona görə də kisələri get-gedə böyük çəkmişəm. Balaca, böyük, böyük, biraz lap böyük. 3 dənə misal elədik, onu burada yazmaq olar. Bu misalları. 6 tam onda 2 üstə gəl 1 tam onda 7 bərabərdir 7 tam onda 9. Buna aiddir. 7 tam onda 9 üstə gəl 1 tam onda 7 bərabərdir 9 tam onda 6. Bu da olacaq 9 tam onda 6 üstə gəl 1 tam onda 7 bərabərdir 11 tam onda 3. Bu 3 misalı yazırsınız. Kisələrin nömrələri də var. Nömrələri 1, 2, 3, 4.
Birinci, ikinci, üçüncü kisəni. Birinci verilib, o birisləri isə tapdıq. Soruşur ki, 4 torbada neçə kilogram kartof var? Bunların ikisini toplayaq. Bunların da ikisini toplayaq. Sonra alınan cəmləri bir yerdə yığaq. Bunun cavabını toplayıram. 6,2 üstə gəl 7,9. Bunlar ikisini toplayıram ha hələ ki. Birinci, ikincinin. Bir yadda 14,1. İndi bu iki dənəni toplayıram. 9,6 üstə gəl 11,3. 9 yadımızda heç nə yoxdur. 11 yadda. İkisi elədi, bunlar ikisi 20 tam. İndi birinci iki dənəni aldığımız 14,1 ilə bu 20,9'u toplayaq bir yerdə. 14,1 üstə gəl 20,9. 0, 1 yadda 5. Bu da 35 tam. Cəmi 35 kilogram. Burada yazaq. Cavab 35 kilogram. Burada çəpinə yazdım. Cavab 35 kilogram. Ayı 65 tondur. Begemont bundan aydan 2,8 çoxdur. Mən istəyirəm bunu qaralamadı eləyim. Cavabını buraya yazın. Yəni Begemontun çəkisi belədir. Ayı 0'dan %65'dir. Begemont bundan 2,8 ton çoxdur. Begemontun çəkisini tapırıq. Buradan siləcəm. Ton deyə bu. Ayı 1 tonda deyil. 650 kilogramdır. 65 onu göstərir. 0,65 üstə gəl 2,8 ton çoxdur. 5 6 ilə 8 14 bir yadda 3'dan %45 tondur Begemont. 3'dan %45 ton. Bu Begemontun çəkisidir. İndi fillə Begemontun çəkisi 7,9 tondur. Filin çəkisini bilmirik. Elə bir fil yazaq. Fil. Üstə gəl. Begemontun çəkisini bildik. 3'dan %45 ton. Fillə Begemont bir yerdə 7,9 tondur. Ton T hərfini yazmıram. Qarışdırarsınız. Sonra onda toplananlardan filin çəkisini tapmaq üçün toplananlardan biri məchuldur. 7,9'dan 3,45'e çıxıram. 7,9 çıxılsın 3,45 bərabərdir. 7,9 çıxılsın 3,45 5 10'dan 5 5 5 8'den 4 4 7'den de 3 çıxsam 7 qaldı da burada 4 4'dan %45 4'dan %45 ton. Bu fildir. Ötərizədə yazaq bu filin çəkisidir. Filin çəkisi. Bu qədər uşaqlar. Beğenin, abone olun, paylaşın.